Salam Maglar, bugün Zəfər günümüzün dünya siyasi səhnəsindəki əhəmiyyətindən danışacağıq. 44 rəqəminin mənasını birlikdə xatırlayıb araşdırırıq. Bu proses həm milli, həm də dünyavi perspektivdən necə qiymətləndirilir? Qonağımız Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri hüquqşünas Xəyal Bəşirovdur. Xoş gəlmisiniz Xəyal Xoş bəy. gördük, təşəkkür edirəm dəvətə görə. Biz də təşəkkür edirik iştirakınız üçün. Gəlin 2020-ci ilə nəzər salaq və həmin ildə yaşadığımız bu möhtəşəm qələbənin bu günə necə sirayət etdiyini araşdırmağa çalışaq. Sizcə həmin qələbədən sonra Azərbaycanın siyasi sferada, siyasi səhnədə rolu necə dəyişdi? Biz son zamanlar elə bu tarixi zəfərin hissləri altında yaşayırıq. 2020-ci ildə Azərbaycan 30 ilə yaxın bir müddətdən sonra siyasi və diplomatik müstəvidə diplomatiya yolu ilə, danışıqlar yolu ilə həllini tapmayan və üfüqdə həlli heç görünməyən bir münaqişənin həllinə öz gücü ilə nail olmağa cəhd göstərdi və Azərbaycan xalqı dövlətinin, dövlət başçısının ətrafında, ordusunun ətrafında sıx birləşərək ona aid olan torpaqların işğal edilməsi ilə müşayiət olunan bir münaqişəyə son qoydu. Cənubi Qafqaz regionunda bütün reallıqları dəyişdi həmin o qələbəmiz və Azərbaycan işğala məruz qalan, çox təəssüflər olsun ki, məğlub olmuş, öz ərazilərinin 20%-ni itirmiş, 1 milyona yaxın insanı qaçqın, məcburi köçkün, bütün hissləri tapdalanmış xalqdan artıq qalib, zəfər çalmış, Cənubi Qafqaz regionunda sözünü və gücünü isbat edən bir dövlətin nümayəndələrinə çevrilib. Mən düşünürəm ki, bu həqiqətən də Cənubi Qafqaz və Cənubi Qafqazla bağlı dünyada reallıqları dəyişmiş oldu. Bugün artıq o qələbə bizim qəddimizi dikəldib. O qələbə bizim qürurumuzu bərpa edib. O qələbə təkcə ərazilərimizin işğal olunması ilə bağlı prosesi aradan qaldırmayıb, həm də Cənubi Qafqazda Azərbaycan dövlətinin güc və söz sahibi olması ilə bağlı siyasi və diplomatik mənzərəni formalaşdırıb. Doğrudan da gəlin təkcə regionda və Azərbaycanda yox, dünyada dəyişən başqa bir məsələdən danışaq. Məlum məsələdir, doğrudan da biz qələbəmizi döyüş meydanında qazandıq. Siz də qeyd etdiniz həmçinin. Necə fikirləşirsiniz bu qələbədən sonra, Azərbaycan qələbəsindən sonra sanki bu danışıqlar yolu ilə nə isə əldə etmə imkanına inam sizcə azaldı yoxsa? Bilirsiniz, həqiqətən də münaqişələrin, müharibələrin həlli yolu danışıqlardan keçməlidir. Yəni bunu tarix, bunu bəşəriyyətin mövcud olduğu proseslər artıq sübut edib dəfələrlə. Amma çox təəssüflər olsun ki, bəzən elə bir hadisə baş verir ki, elə bir münaqişə baş verir ki, o münaqişə təsadüfən yaranmır. O münaqişəni yaradanlar var. O münaqişənin toxumlarını əkib becərənlər və onun qayğısına qalanlar var. Məhz Qarabağ, keçmiş Qarabağ münaqişəsi o münaqişələrdən idi. O münaqişə təsadüfən Azərbaycanla Ermənistan arasında yaranmamışdı. O münaqişənin əsası, o münaqişə ilə bağlı düşüncələrin kökü 100 illiklər ərzində qoyulmuşdu. Və son 30 ildən artıq müddət ərzində artıq o münaqişənin reallaşdırılması ilə bağlı artıq hərəkətə keçilmişdi. Azərbaycanla Ermənistan Sovetlər İttifaqının tərkibində olarkən, hələ Sovetlər İttifaqı süquta uğramamışdan öncə bu prosesin əsası qoyuldu. Və ötən əsrin 80-ci illərin sonlarından başlayaraq bu proses başlandı və Birinci Qarabağ müharibəsi oldu. Azərbaycan əraziləri indi biz ona toxunduq, işğal altına düşdü və bu müddət ərzində, baxın, Azərbaycan dövləti və Azərbaycan xalqı, onun rəhbəri bütün bu dönəm ərzində səbir, təmkin, dözümlük nümayiş etdirdi ki, münaqişəyə biz dinc yolla, danışıqlar yolu ilə nail olaq. Amma çox təəssüflər olsun ki, baxın, proses davam etdikcə ATƏT-in Minsk qrupu adlı bir bədnam institut vardı. O institut artıq iflasa uğrayıb. Həmin o institutun da bu prosesə müdaxiləsi nəticəsində sanki proses belə deyim, daha çox bataqlığa doğru yuvarlanırdı və həll olunmaz mərhələyə qədəm qoyurdu. Günlərin birində Azərbaycan dövləti və Azərbaycan xalqı bunu tam şəkildə anladı. Və Prezident İlham Əliyev təsadüfən demirdi ki, ATƏT-in Minsk qrupu adlı o institut nəticəsiz səfərlər, əsassız fikirlər, bəyanatlar, heç bir nəticə ortaya qoymayan fəaliyyətlə məşğul idi və
bir faktı sizin diqqətinizə çatdırım ki, ATƏT-in Minsk qrupunun ATƏT-in ümumiyyətlə faktaraşdırıcı missiyası var idi ki, o faktaraşdırıcı missiyanın əsas vəzifəsi Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətlə müntəzəm qaydada, mütəmadi olaraq tanış olmaq idi. Onlar ən son həmin əraziyə 2010-cu ildə səfər etmişdilər. Təsəvvür edin, 10 il ərzində həmin əraziyə səfər etmirdilər. Gəlin qayıdaq sülh məsələsinə. Siz özünüz də qeyd etdiniz. Doğrudan da Ermənistan və Azərbaycan arasındakı münasibətlər ta qədimdən bu qədər gərgindir, düşmənçilik məsələləri var. Bütün bunları nəzərə alsaq sizcə daimi, davamlı sülh mümkündürmü? Bəlkə də siyasi sferada olacaq, amma xalqlar arasında münasibətlər necə olacaq sizcə və necə olmalıdır? Çünki həmçinin deyirlər ki, heç nə unutmaq olmaz. Siz razısınız? Bilirsiniz, mən düşünürəm ki, bəli, tarixdə faktlar faktlığında qalır. Baş verən hadisələr olduğu kimi qalır. Baxın, Azərbaycan xalqına qarşı 1-ci Qarabağ müharibəsi və o dövrdə baş verən faciələr, Xocalı faciəsi, Qaradağlı faciəsi, Başlıbel, Daşaltı və bir sıra hər bir yaşayış məskənimizin işğal edilməsi zamanı orada yaşayan həmvətənlərimizə qarşı, xalqımıza qarşı, insanlarımıza qarşı belə faciələr sonsuz sayda törədilib və həmin bütün o faciələr Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək. Gəlin qələbədən sonra formalaşan və formalaşacaq Azərbaycan gəncliyindən danışaq. Ümumiyyətlə necə qiymətləndirə və müqayisə edə bilərsiniz? Ümumiyyətlə heç bir dövlətdə, heç bir xalqda söhbət təbii ki, normal və haqqdan yana olan, ədalətdən yana olan cəmiyyətlərdən gedir ki, xalqlardan gedir ki, bunların heç birində gənc nəsil xüsusilə həssas, enerjili və cəmiyyətin katalizatoru rolunda çıxış edən gənc nəsil belə hallarla barışa bilmir. Xüsusilə də Azərbaycan kimi cəmiyyətdə. Azərbaycan prezidenti işğal dönəmində 2003-cü ildən hakimiyyətdə olduğu dönəmdən müharibəyə qədər bütün çıxışlarında imkan tapdıqca bizim heç vaxt işğalla barışmayacağımızı, ərazilərimizin mütləq şəkildə işğaldan azad olunacağı, bunun sülh və danışıqlar yolu ilə olsun və yaxud müharibə yolu ilə olsun, güc yolu ilə olsun, istənilən formada reallaşa biləcəyi ilə bağlı cəmiyyətimizi həmişə əmin edirdi və onu bir an olsun belə diqqətdən yayındırmırdı. Və insanlarımız, cəmiyyətimiz, xüsusilə də gənc nəslimiz bu bəyanatların, bu fikirlərin, bu çıxışların təsiri altında inkişaf edirdi. Üzr istəyirəm. Onda bəlkə biz deyə bilərik ki, qələbədən sonrakı gənclər bəlkə daha çox arxayın olacaq. Belə necə fikirləşirsiniz? Düşünmürəm, bilirsinizmi? Nəyə görə? Baxın, elə sizi götürək, özümüzü götürək. Bugün cəmiyyətimizin istənilən yaş kateqoriyasına aid olan insanlarımız o müharibə dönəminin hansı çətinliklə keçdiyini gördük. Biz hər gün, hər saat ölkə başçısının qələbə ilə bağlı verəcəyi məlumatları gözləyirdik böyük səbirsizliklə. Hansı ərazilərimiz, hansı kəndlərimiz, hansı qəsəbələrimiz, hansı rayon və şəhərlərimiz işğaldan azad olunub, onunla bağlı məlumatları böyük səbirsizliklə gözləyirdik. Mən düşünmürəm ki, bu yolu keçən, bu ağrını, bu acını və eyni zamanda sonda bu ağrı, acının, bu keşməkeşli prosesin sonunda böyük zəfəri, tarixi qələbəni qazanan cəmiyyətin gənc üzvləri bu prosesi unutsunlar. Necə ki, 1-ci Qarabağ müharibəsi dönəmində baş verən prosesləri heç birimiz və yaxud da ki, bizdən öncə o prosesləri yaşayan insanlarımız unutmurdular. Mən düşünmürəm ki, bu qələbəni də unuda bilək. Çünki, baxın, hər bir xalqın tarixinə qaranlıq günlərdə, işıqlı günlərdə yazılır. Xəyal bəy, çox sağ olun. İşıqlı günlər haqqında danışdınız və inanırıq ki, tariximizdə bundan sonra işıqlı günlərin sayı həmişə daha çox olacaq. Təşəkkür edirik. İnşallah. Mən sizə təşəkkür edirəm. Qonağımız ifaçı Elvin Məmmədsadədir. Xoş gəlmisiniz Elvin bəy. Xoş gördük Bənövşə xanım. Məni efirə dəvət etdiyiniz üçün sizlərə təşəkkür edirəm. Biz də iştirakınız üçün təşəkkür edirik. Siz 2-ci Qarabağ müharibəsinin iştirakçısı və həmçinin qazisisiniz. Bu mənada ən birinci sizə təşəkkür edirik. Həm iştirakınız, həmçinin də Vətən müharibəsində iştirakınız üçün. Və necə xatırlayırsınız həmin günləri? Gəlin biraz müharibədən nə qədər bəlkə yaxşı olmasa da danışaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin sayəsində bugün biz buradayıq. Yəni o torpaqlarda zəfər qələbəsini çalmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə başsağlığı verirəm. Bunu deyə bilərəm ki, hər bir belə deyək də, hər bir rayona girdikcə, hər torpaqlarımızı aldıqca daha da qürurlanırdıq, daha da həvəslə düşmənə qarşı savaşırdıq belə deyək. Yəni
bir çox hadisələr gözümün qabağındadır. İndi belə o hadisələr gözümdə canlanır. Çox da danışa bilmirəm ona görə. Onda gəlin biraz sevincli olan məqamlardan danışaq. Qələbəni necə xatırlayırsınız? Necə eşitmişdiniz və ilk reaksiyanız nə olmuşdu? İlk reaksiyam qələbə günü gecə saat radiolarında 2-yə işləmişdi. Və bizə çatdırdılar ki, artıq sülh yarandı və biz qazanmışıq. Orada bizə Rusiyadan məlumat verdilər. Çox sevincli idik. Əski yoldaşlarım yanında idi. Onlar çox sevincli idilər. Amma bir tərəfdən də kədərli idik. Çünki öz yoldaşlarımız, bir çiyin-çiyinə döyüşdüyümüz yoldaşlarımız şəhid olmuşdu. Yəni, çox pis olmuşduq. Amma qələbəni qazandığımız üçün də düşündük ki, bütün əziyyətlərimiz hədər olmadı. Hər şey biz istədiyimiz kimi oldu. Qələbəni qazandıq. Allah ölkə başçımıza can sağlığı versin. Onun siyasəti çərçivəsində hər bir şey qaydasında getdi. Yəni onun verdiyi tapşırıqları yerinə yetirdik və qələbəni qazandıq. Aha, gəlin elə ifanızdan danışaq. Necə ərsəyə gəldi? Yeni ifam bu yaxınlarda ifa etmişəm mahnını. Yəni vətən haqqındadır, torpaq haqqındadır. Az sonra səsləndirəcəm mahnını. Elvin bəy, təşəkkür edirik sizə iştirakınız üçün, bu qədər vətənpərvər olduğunuz üçün və bu hissləri hələ də ötürməyə cəhd göstərdiyiniz üçün. İfanızı eşitməzdən qabaq sonda bütün Azərbaycan gənclərinə nə demək istəyərdiniz? Onu demək istəyirəm ki, bütün gənclərimiz ümumiyyətlə şəhidlərimizi heç bir zaman unutmasınlar və bu hadisələri də unutmasınlar. Müharibədə yaşanan hadisələri daim milli ruhumuzu yüksəkdə tutsunlar. Aha. Onu deyə bilərəm. Çox sağ olun. Sağ olun. daş mənim öz daşımdır, öz tarixim öz yaşımdır. Bu daş mənim öz daşımdır, öz tarixim öz yaşımdır. Qaya məğrur qardaşımdır, onun səsi sorağıyam. 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 Seçməliyəm tükdən tükü, ağırdı çeynimin yükü. Kökümdə də qorqud kökü, Qaracağlal bulağıyam. Hey, 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 deməsinlər gəldi gedər, keçirmərəm ömrü hədər. Öləndə də qəbrim qədər, Azərbaycan torpağıyam. Deməsinlər gəldi gedər, keçirmərəm ömrü hədər. Öləndə də qəbrim qədər, Azərbaycan torpağıyam. Azərbaycan torpağıyam. Mənim öz yolumdur, o tay bu tay sağ solumdur. Bu yol mənim öz yolumdur, o tay bu tay sağ solumdur. Xəzər sinəm kür qolumdur, Xan Arazın fərağıyam. 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 Tükdən tükü, ağırdı çeynimin yükü. Kökümdə də qorqud kökü, Qaracağlal bulağıyam. Hey, 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 deməsin
keçirmərəm ömrü hədər, öləndə də qəbrim qədər. Azərbaycan torpağıyam, deməsinlər gəldi gedər. Keçirmərəm ömrü hədər, öləndə də qəbrim qədər. Azərbaycan torpağıyam, Azərbaycan torpağıyam. Kökümdə də Qorqud kökü, Qaracağlal bulağıyam. Hey, 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 deməsinlər gəldi gedər. Keçirmərəm ömrü hədər, öləndə də qəbrim qədər. Azərbaycan torpağıyam, deməsinlər gəldi gedər. Keçirmərəm ömrü hədər, öləndə də qəbrim qədər. Azərbaycan torpağıyam, Azərbaycan torpağıyam. Deməsinlər gəldi gedər. Keçirmərəm ömrü hədər, öləndə də qəbrim qədər. Azərbaycan torpağıyam, deməsinlər gəldi gedər. Keçirmərəm ömrü hədər, öləndə də qəbrim qədər. Azərbaycan torpağıyam, Azərbaycan torpağıyam. Zəfər günü hər il müxtəlif formalarda qeyd olunur və artıq 5-ci ildir ki, qələbə qaçışı da keçirilir. Elə biz də həmin prosesdə iştirak edib sizin üçün onu süjet halına gətirdik. 2 noyabr tarixində Zəfərin 5-ci ildönümü münasibəti ilə Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyası ilə birlikdə qələbə qaçışına start verib. 10 kilometr məsafəni hər kəs müxtəlif formalarda tamamladı. Gəlin, yarışdan əvvəl qarşıya qoyulan hədəflər haqqında öyrənək. Bəli, 5-ci Zəfər qaçışıdır. Bu bildiyiniz kimi bu il Zəfərin 5 illiyidir. Eyni zamanda elə qələbə qaçışında 5 ili tamam olur. Yəni biz artıq 2021-ci ildən ilk dəfə start götürdük bu qələbə qaçışına və orada ilk start götürəndə də məqsəd odur ki, idmançıların bir ordumuzun bir belə deyək də qələbəsinə olan bir dəstəyi idi və daim ordunun yanındadır idmançılarımız da. Və eyni zamanda burada digər məqsəd də var idi ki, bu sırf mənəvi tərəfi var bunun. Yaşad fonduna idman ictimaiyyətinin dəstəyi kimi və ilk ildən başlayaraq belə bir qayda qoyulmuşdu ki, iştirakçılar belə deyək də ianə edirlər qoşulmaq üçün. Əhalinin Yaşad fonduna bir dəstəyinin kiçik bir nümunəsi olacaq. Biz qələbə çalan ordumuzu yad edirik və əsas odur ki, biz onları yad edək. Bizim məqsədimiz, ən böyük məqsədimiz budur məncə. 10 kilometri nə qədər müddətdə bitirməyi hədəfləyirsiniz? Fikirləşirəm ki, yəqin ki, hardasa 40-50 dəqiqə arası bitirmək mümkündür. Çünki biz uzun illərdir güləş idman növü ilə məşğuluq və güləş idman növü birbaşa fiziki işlə bağlıdır və daim biz qaçışla məşğuluq. Yəni bu o qədər çətin olmamalıdır. Burada ilk qaçışımdır. İlk dəfə qaçışa gəlmişəm bura. Buna Xəzər Gənclər Evi vəsilə oldu. Yəni mən ümumiyyətlə məlumatım yox idi. Xəzər Gənclər Evinin sayəsində yəni qaçılmışam. Mən biraz prinsipə qaçıram əslində. Yəni elə 10 kilometri fikirləşirəm ki, mən də bir qaçaram da. Yəni çox tez qaçıram əvvəla, çox cəlb bir insanam. Yəni düşünürəm ki, çox tezliklə qaça bilərəm mən 10 kilometri. İnşallah. Dostlarımdan daha tez. O bəsdir. Və budur, qalib bəllidir. İlk iştirakçımız finiş xəttinə çatdı. Yarışda xarici vətəndaşlar da iştirak edirdi.
Hər il olduğu kimi, bu dəfə də Gənclər və İdman naziri Fərid Qayıbovu qaçışçılar arasında gördük. Bilirsiniz ki, bu yarışımız ölkə başçısı Ali Başkomandan rəhbərliyi ilə şanlı olduğumuzun əldə etdiyi qələbəsinə həsr olmuşdur və hər dəfə də biz görürük ki, bu yarışın ildən ilə iştirakçıların sayı artır. Təbii ki, çox sevincliyik. Çünki bu Nazirlik tərəfindən il boyu edilən müxtəlif kütləvi tədbirlərin bəhrəsini görürük. Müxtəlif qaçış klubları yaranmışdır və bu gün də rekord sayda iştirakçı qatılıbdır və indi finişin nəticələr hələ bilmirik, amma inanıram ki, rekord sayda da finişə çatanların sayını biz görəcəyik. Hər birinizi bayram münasibəti ilə təbrik etmək istəyirəm. Qələbə təəssüratları super keçdi yarış, məncə yaxşı idi. Buradan Allah şəhidlərimizə rəhmət eləsin ilk öncə. Qazilərimizə Allah uzun ömür can sağlığı versin. Yəni onların sayəsində biz buradayıq hal-hazırda. Yaxşı keçdi yarış. Hər kəs var idi burada. İnşallah ümid edirəm daha çox belə yarışlar olar. Tədbir çox gözəl keçdi. 5 ildir bu tədbir keçirilir və çox gözəl keçirilir. Çalışıram hər il iştirak eləyim. Alınırsa birinci yer tuturam hər il və çətinlik olmayıb bu il. Çox gözəl bir hava oldu. Keçən illərə baxanda. Keçən illər həmişə küləklər olurdu, amma bu il çox gözəl keçdi. Qaçışın ilk hissəsi mənim üçün çətin keçdi. Sonra ikinci hissədə külək arxadan olduğuna görə daha rahat keçdi. Mən bu yarışa 3-cü dəfədir qatılıram və ilk dəfədir ki, mükafatlandırmada mənim də yerim oldu. Bu yarışda iştirak etdiyimə görə fəxr edirəm. Bu yarışımı Vətən müharibəsi qəhrəmanı polkovnik leytenant Ramiz Qasımova, o cümlədən onun timsalında bütün şəhidlərimizə həsr edirəm. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı. Oh, it was absolutely wonderful. Hər şey möhtəşəm idi. Bu mənim yarışda ilk iştirakım idi. Atmosfer çox yaxşı idi. İnsanların dəstəyindən, musiqidən zövq aldım. Açılış hissəsindəki insanların rəqsini, enerjisini çox sevdim. Yarış haqqında sosial mediadan eşitmişdim. Həmçinin Bakı qaçışçılarının üzvüyəm və qaçış icmasının bir çox üzvü bu tədbirdən danışır və buna görə də mən qoşulmağa qərar verdim. Və 5-ci il 5 dəfə iştirak etmiş və finiş eləmiş məsafəni cənab nazirimiz Fərid Qayıbov mükafat təqdim eləyir. Təbriklər, təbriklər, möhtəşəmsiniz. Yurdum yuvam məskənim sən Azərbaycanı, anam doğma vətənim sən Azərbaycanı. Qələbəmiz sadəcə qürur mənbəyimiz deyil, həm də Azərbaycanın beynəlxalq arenada necə möhkəmlənməyinin simvoludur. Və dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik!